Ne olub? Gülxar itibdi. Necə yəni itibdi? Hələ gəlməyib? Ana, ana. Allah çək başıma. O biriləri hanı? Təkinlə Xalidə getdilər onu axtarmağa. Bəlkə kinadadır. Ne danışırsan, bu vaxt ki, ne olar? Ne axtarırsan ağı? Onun işidir. Mürsəlin, mən bilirdim, ürəyimə danmışdı ki, nəsə olacaq. Hədə, pulunu qaytardın, dükkanını bağlatdırdın, hamısı onun işidir. Yasxanı açma. Gedəndə bir söz demədi. Yox. Belə də iş olar. Gecənin bu vaxtı qızları göndərəsən. Harada axtaracaqlar onu? Aa, necə yəni harda? Enstitüdə yoldaşlarından soruşarlar da. Heç yerdə yoxdur. Yoldaşlarına dəydim, heç kim eşini bilmir. İnstituta getdim, dedilər gəldi, getdi. Yoxa çıxıb. Bəlkə xatirinə dəymisiz? Gülxarın. Aa, kim onun xətrinə deyə bilər? Bir kəlmə deyərsən, beşini deyər. Zəng vurmadığım yer qalmadı. Milisə, təcili yardıma, xəstəxanaya. Qeyb olub elə bil. Şeylərin hamısı buradadır. Bir barmaq kağız da qoymayayım. Heç nə aparmayayım. Çox vacibmiş. Mən də elə gəlir ki... Nə pıçıldaşırsınız orada? Sizə dəxli yoxdur bu işin? Böyük taxsir özlərindədir, düşüblər bizim üstümüzə. Dayan, dayan. Kimdir taksirkar deyirsən? Elə birisən. Biri mən. Bəs daha kim? Sən ona bir söz zət deməmsən ki. Nə söz? Hamı dedin yaddan çıxarıb. Nə yaddan çıxarmışıq? Özün Tokaya deməmişdin ki, başqa stansiyada düşsün. Onlar da yəqin düşüblər. Harada düşüblər? Başqa stansiyada. Axır vaxtlar Gülxarın halı özündə deyildi. Yaman əsəbi idi. Bu cəciz əhvalatı da onun qanını lap qaraltmışdı.